Salam. Bugün həqiqətən çox həssas, amma bir o qədər də vacib bir mövzunu narsistik ana ilə münasibətləri müzakirə edəcəyik. Salam. Bəli, çox aktual və bir çox insanın həyatına toxunan bir mövzudur. Əlimizdəki mənbələr, qeyd edək ki, elmi araşdırmalar, klinik təcrübələr və mövzu üzrə yazılmış ciddi kitablara əsaslanır. Düzdür. Məqsədimiz də bu mürəkkəb vəziyyəti, belə deyək, daha aydın anlamağa çalışmaq və bəlkə də çıxış yolları barədə düşünməkdir. Tamamilə. Yəni, kiminsə anam çətindir deməsi ilə narsistik xüsusiyyətlər göstərən ana ilə yaşamaq eyni şey deyil, elə deyilmi? Mənbələr bu fərqi qoyur. Mütləq. Narsistik valideynlik xüsusilə də ana tərəfindən olanda, bu tamamilə başqa bir dinamikadır. Söhbət sadəcə çətin xasiyyətdən getmir. Nədən gedir bəs? Mənbələr nəyə vurğulayır? Əsas məsələ, belə deyək, ananın öz ehtiyaclarını övladının ehtiyaclarından, hisslərindən, hətta rifahından davamlı olaraq üstün tutmasıdır. Və bu davranış modelində empatiya, yəni başqasının hisslərini anlama bacarığı demək olar ki, yoxdur. Empatiya əsklikliyi. Mənbələrin ilk işarə etdiyi məqam budur deyəsən. Övladın duyğusal dünyasını anlamaqda, qəbul etməkdə çətinlik çəkmək. Sanki övladın kədəri, sevinci, qorxusu anaya ya maraqsızdır, ya da bir yükdür. Tam olaraq. Övlad sanki ananın ehtiyaclarını ödəmək üçün bir vasitəyə çevrilir, ya da ananın öz imicini, özünü necə görməsini təsdiqləyən bir güzgü. Əgər övlad bu rolu oynamırsa, o zaman problem yaranır. Və bu empatiya boşluğu başqa hansı davranışlara yol açır? Mənbələrdə manipulyasiya və nəzarət cəhdləri çox vurğulanır. Bəli, bu çox mərkəzi məsələdir. Bir neçə klassik taktika var. Məsələn, günahkarlıq hissi yaratmaq. Mən sənin üçün ömrümü verdim, sənə görə nələrdən keçdim, bunu mənə necə rava görürsən kimi ifadələr. Hə, bu minnət qoymaq kimi də başa düşülə bilər. Övladı daim borclu hiss etdirmək. Aynən. Və bu, övladın öz ehtiyaclarını ifadə etməsinin, sərhəd qoymasının qarşısını alır. Çünki hər dəfə bunu etməyə çalışanda nankor, qədir bilməz, damğası ilə üzləşir. Digər bir taktikada çox zərərli bir şey gaslighting. Bu termin tez-tez işlənir. Nədir bu tam olaraq? Gaslighting, insanın öz reallıq qavrayışını, yaddaşını, hətta ağlını şübhə altına salmaqdır. Narsisist ana evladına deyə bilər: mən heç vaxt elə söz deməmişəm. Sən həmişə hər şeyi şişirdirsən. Dəli olmusan sən. Sən çox həssassan, problem səndədir. Yəni, övlad öz yaşadığı təcrübəyə, hiss etdiyinə şübhə etməyə başlayır. Bu, insanın özünə inamını darmadağın edən bir şeydir. Əsl psixoloji zorakılıqdır. Tamamilə. Uzun müddət gazlaytinqə məruz qalan insan öz mühakiməsinə güvənməyi itirir, özünü çaşqın, qeyri-stabil hiss edir və bu da ananın nəzarətini daha da gücləndirir, çünki övlad artıq öz reallığından əmin deyil. Bununla yanaşı, mənbələrdə sərhədləri tanımamaq da qeyd olunur. Şəxsi məkan, şəxsi həyat anlayışının olmaması. Bəli, bu da çox tipikdir. Narsisist ana övladını özünün bir uzantısı kimi görür. Buna görə də övladın ayrıca bir şəxsiyyət olmasına, öz sərhədlərinin olmasına hörmət etmir. Nələr daxildir bura məsələn? Məsələn, icazəsiz otağa girmək, şəxsi əşyaları qarışdırmaq, telefonu, mesajları yoxlamaq, kiminlə dostluq etdiyinə, hara gedib gəldiyinə həddindən artıq qarışmaq. Hətta yetkinlik yaşında belə övladının qərarlarına iş seçimi, partnyor seçimi, maliyyə məsələləri, hətta necə geyinəcəyinə qədər müdaxilə etmək. Sanki övlad heç vaxt böyümür onun gözündə. Hə, həmişə nəzarət altında saxlanılmalı bir varlıqdır. Elədir. Və buna bir də daimi tərif və diqqət tələbi əlavə olunur. Narsisist fərdlər heyranlığa, tərifə acdılar. Ana övladından daima onun nə qədər fədakar, nə qədər gözəl, nə qədər ağıllı olduğunu təsdiqləməsini gözləyə bilər. Hətta övladın uğurları belə sanki ananın özünü yaxşı hiss etməsi üçün bir alətə çevrilir. Mənim sayəmdə oldu. Görün necə uşaq böyütmüşəm. Bəli, övladın nailiyyəti özlüyündə deyil, ananın özünü tərifləməsi üçün bir vasitə kimi görünür. Və əgər övlad ananı kifayət qədər tərifləməsə, diqqət göstərməsə, soyuqluqla, incikliklə, hətta cəzalandırma ilə qarşılaşa bilər. Mənbələrdə daha da təəccüblü bir məqam var. Paxıllıq və övladı ilə rəqabət aparmaq. Bu necə mümkündür? Ana övladına niyə paxıllıq etsin?
Bu həqiqətən də qəribə səslənə bilər, amma narsisizmin bir təzahürüdür. Ana övladının gəncliyinə, enerjisinə, potensialına, diqqət mərkəzində olmasına paxıllıq edə bilər. Övladının ondan daha uğurlu, daha xoşbəxt olmasını qəbul etməkdə çətinlik çəkə bilər. Yəni, övladın müstəqilləşməsi, öz həyatını qurması ana üçün bir təhdid kimi görünür. Bəli, həm diqqətin özündən yayılması, həm də övladın artıq onun nəzarətində olmaması qorxusu, bəlkə də öz yaşlanması ilə bağlı qəbul edə bilmədiyi hisslər buna səbəb ola bilir. Bu, övladla açıq və ya gizli rəqabətə, onun uğurlarını kiçiltməyə, onu tənqid etməyə gətirib çıxara bilər. Çox mürəkkəb dinamikadır. Bəs ailədə birdən çox uşaq varsa, mənbələrdə qızıl uşaq və günah keçisi anlayışları var idi. Hə, bu çox önəmli bir dinamikadır. Narsisist valideyn çox vaxt uşaqları arasında fərq qoyur. Bir uşağı qızıl uşaq, golden child seçir. Bu uşaq idealizə edilir, bütün yaxşı keyfiyyətlər ona aid edilir, həmişə təriflənir. O, ananın narsistik ehtiyaclarını ən yaxşı qarşılayan uşaqdır. Bəs digər uşaq və ya uşaqlar? Digər uşaq və ya uşaqlardan biri isə günah keçisi roluna salınır. Ailədəki bütün problemlər, gərginliklər onun üstünə atılır. O, davamlı tənqid olunur, qüsurlu göstərilir, dəyərsizləşdirilir. Ananın öz mənfi hisslərini, uğursuzluqlarını proyeksiya etdiyi uşaq olur. Bu təkcə günah keçisi rolundakı uşaq üçün deyil, qızıl uşaq üçün də zərərlidir yəqin ki. Və uşaqlar arasındakı münasibətləri də pozur. Əlbəttə, günah keçisi açıq şəkildə travma yaşayır, özünü dəyərsiz, sevilməyən hiss edir. Amma qızıl uşaq da əslində özü ola bilmir. O, ananın gözləntilərini qarşılamaq üçün davamlı təzyiq altındadır. Öz həqiqi hisslərini bastırmağa məcbur olur. Və bəli, bu, bacı-qardaş arasında çox vaxt qısqanclıq, rəqabət və uzaqlaşma yaradır ki, bu da yetkinlik həyatına təsir edir. Bütün bunları dinlədikcə, insan düşünür ki, belə bir mühitdə böyüməyin uzun müddətli nəticələri necə olar? Təqdim etdiyiniz mənbələr, tədqiqatlar hansı psixoloji təsirlərdən bəhs edir? Təsirlər həqiqətən də çox dərin və çox şaxəlidir. Ən çox rast gəlinən nəticələr arasında yüksək səviyyədə depressiya və təşviş, narahatlıq pozuntuları var. İnsanlar xroniki olaraq özlərini kədərli, ümidsiz, gərgin hiss edə bilərlər. Özünə inamla bağlı problemlər də yəqin ki, qaçılmazdı. Mütləq. Davamlı tənqid, dəyərsizləşdirmə, gaslighting nəticəsində insanda dərin bir aşağı özünə inam, özünə qarşı şübhə yaranır, öz qərarlarına, bacarıqlarına, hətta hisslərinə belə güvənməkdə çətinlik çəkirlər. Dərin bir emosional boşluq hissi də çox yayğındır, sanki içlərində bir şey əskikdir, sevgi və qəbul olunma ehtiyacı ödənilməyib. Bu yəqin ki, gələcək münasibətlərə də təsir edir. Əlbəttə, yaxın münasibətlərdə etibarsızlıq, bağlanma problemləri çox rast gəlinir. Ya həddindən artıq yapışqan olurlar, tərk edilməkdən qorxurlar, ya da əksinə, emosional olaraq uzaq dururlar, yaxınlaşmaqdan çəkinirlər. Çünki ilk və ən fundamental münasibət olan ana ilə münasibət etibarsız və zədələyici olub. Co-dependency deyilən bir hal da var. Başqalarını məmnun etməyə çalışma. Bəli, asılı şəxsiyyət xüsusiyyətləri və ya co-dependency, qarşılıqlı asılılıq, yəni başqalarının tələblərini, ehtiyaclarını özünkündən üstün tutmaq, yox deyə bilməmək, başqalarını məmnun etmək üçün öz sərhədlərini qurban vermək. Bu, uşaqlıqda ananı məmnun etmək üçün öyrənilmiş bir sağ qalma strategiyası ola bilər. Daha ağır hallarda nə baş verir? Travma məsələsi var idi. Bəli, bəzi hallarda xüsusilə emosional zorakılıq, manipulyasiya və sərhəd pozuntuları çox şiddətli və uzun müddətli olduqda kompleks travma sonrası stres pozuntusu inkişaf edə bilər. Bu, tək bir hadisənin yaratdığı təsəbbüdən fərqli olaraq uzun sürən travmatik münasibətlərin nəticəsidir. CPTSD-nin əlamətləri nələrdir? Emosional tənzimlənmədə ciddi çətinliklər, məsələn, ani duyğu partlamaları və ya əksinə hissizlik, özünə dəyər hissinin çox aşağı olması, münasibət qurmaqda davamlı problemlər, dissosiasiya özündən və ya ətrafdan qopuqluq hissi, bəzən hətta fiziki simptomlar kimi təzahür edə bilər. Bu, həqiqətən də insanın bütün həyatına təsir edən bir vəziyyətdir. Bunları eşitmək belə ağırdır. Bütün bu çətinliklərlə üzləşən insanlar üçün çıxış yolu varmı? Mənbələr bu vəziyyətlə başa çıxmaq üçün hansı strategiyaları təklif edir? İlk addım nə olmalıdır?
Sanki qəbul etmək önəmlidir. Bəli, sizin də qeyd etdiyiniz kimi ilk və bəlkə də ən çətin addım vəziyyəti qəbul etməkdir. Yəni, ananın narsistik xüsusiyyətlərə sahib olduğunu və onun köklü şəkildə dəyişmə ehtimalının çox az olduğunu anlamaq. Bu, ümidləri buraxmaq deyil, reallıqla üzləşmək və enerjini dəyişdirə bilməyəcəyiniz birinə deyil, özünüzə yönəltmək deməkdir. Bu qəbuldan sonra nə gəlir? Məlumatlanmaq. Mütləq. Narsizm haqqında, onun dinamikaları, taktikaları haqqında məlumatlanmaq çox güc verir. Çünki baş verənlərə ad qoya biləndə, bunun sizinlə şəxsən əlaqəli olmadığını, müəyyən bir davranış modeli olduğunu anlayanda, özünüzü daha az günahkar hiss edirsiniz və manipulyasiyaları daha asan görürsünüz. Sonra isə yəqin ki, konkret addımlar atmaq lazımdır. Sərhədlər məsələsi. Ən vacib strategiyalardan biri sağlam sərhədlər təyin etmək və onları qorumaqdır. Bu, hansı davranışların sizin üçün qəbul edilməz olduğunu müəyyən etmək və bunu ananıza bildirmək deməkdir. Amma dediyimiz kimi, narsistlər sərhədləri sevmirlər və onları pozmağa çalışacaqlar. Bu zaman nə etməli? Tam olaraq, sərhəd təyin etmək asan deyil və müqavimətlə qarşılaşacaq. Əsas məsələ qərarlı olmaq və sərhəd pozulduqda əvvəlcədən müəyyən edilmiş nəticələri tətbiq etməkdir. Məsələn, əgər mənimlə bu tonda danışmağa davam etsən, telefonu qapatacağam və ya şəxsi həyatımla bağlı tənqidlər etsən, söhbəti bitirəcəyəm. Yəni, boş hədə deyil, real addım atmalısınız. Bəli, bunu sakit, amma qətiyyətli şəkildə etmək lazımdır. Emosional reaksiyalara, günahlandırmalara hazır olmaq lazımdır, amma geri çəkilməmək şərtdir. Sərhədlər özünüzü qorumaq üçündür. Bəs o manipulyasiya cəhdləri, emosional təzyiqlər anında necə davranmaq olar? Adı çəkilən Bozqaya metodu var idi mənbələrdə. Bu necə işləyir? Bozqaya metodu maraqlı bir yanaşmadır. Əsas məqsəd narsist üçün belə deyək cansıxıcı olmaqdır. Narsisist insanlar dramdan, güclü emosional reaksiyalardan, istər qəzəb, istər gözyaşı, istərsə də müdafiə qidalanırlar. Yəni, onlara reaksiya verməklə onlara istədiklərini vermiş oluruq. Bir növ, bəli. Bozqaya metodu isə bunun əksini etməkdir. Mümkün qədər az emosional reaksiya vermək, qısa, faktlara əsaslanan neytral cavablar vermək. Sanki cansız bir daş kimi olmaq. Provokasiyalara gəlməmək, mübahisəyə girməmək, bu yəqin ki, onların marağını itirməsinə səbəb olur. Məqsəd budur. Sizdən istədikləri o narsistik yanacağı, yəni emosional reaksiyanı ala bilməyəndə çox vaxt başqa bir hədəf axtarmağa başlayırlar. Bu, hər zaman işləməyə bilər, amma bəzi situasiyalarda çox effektiv ola bilər. Bəzən isə bütün bunlar yetərli olmur yəqin. Ünsiyyətin dərəcəsini dəyişdirmək lazım gəlir. Az əlaqə, hətta əlaqəni kəsmək kimi. Doğrudur. Bəzən öz psixi və emosional sağlamlığını qorumaq üçün əlaqənin səviyyəsini idarə etmək qaçılmaz olur. Bir variant az əlaqədir. Low contact, LC. Bu, ünsiyyəti minimuma endirmək, görüşləri seyrəltmək, telefon danışıqlarını qısa tutmaq, yalnız zəruri və ya neytral mövzularda danışmaq deməkdir. Bu bir növ məsafə saxlamaqdır. Bəs no contact, yəni əlaqəni tamamilə kəsmək, bu çox ağır qərar kimi görünür. Həqiqətən də çox ağır bir qərardır və çox ciddi düşünülməlidir. Əlaqəni tamamilə kəsmək, no contact NC, o deməkdir ki, hər cür ünsiyyəti, zənglər, mesajlar, görüşlər, hətta sosial media vasitəsilə əlaqəni dayandırırsınız. Bu, adətən davamlı və ağır emosional istismarın olduğu, digər strategiyaların işə yaramadığı və insanın öz sağlamlığını qorumaq üçün başqa yolu qalmadığı hallarda seçilir. Bu qərarı verən insan çox güman ki, ətrafdan da təzyiq görür, elə deyilmi? Axı anandır, kimi reaksiyalar. Əlbəttə, cəmiyyətdə anaya qarşı münasibət çox həssas olduğu üçün bu qərarı anlamaq və qəbul etmək çoxları üçün çətindir. Ona görə də bu addımı atan insanın özünə qarşı çox şəfqətli olması və güclü bir dəstək sisteminə sahib olması vacibdir. Məhz dəstək sistemi. Bu, bütün sağalma prosesində açar məqamdır deyəsən. Tək olmamaq. Tamamilə. Mənbələrin hamısı peşəkar psixoloji yardımın, yəni terapiyanın əhəmiyyətini vurğulayır. Travma, ailə münasibətləri, narsistik istismar mövzularında ixtisaslaşmış bir terapevtlə işləmək çox fərq yarada bilər. Terapiya necə kömək edir bu prosesdə? Terapevt sizə təhlükəsiz bir məkanda keçmiş təcrübələrinizi işləməyə, yaşadığınız duyğuları anlamağa və ifadə etməyə kömək edir.
zərərli düşüncə və davranış modellərini tanımağa, sağlam sərhədlər qurmağı öyrənməyə, özünə dəyər hissini bərpa etməyə yardımcı olur. GP-testi kimi vəziyyətlərdə isə travma yönümlü terapiya metodları tətbiq edilir. Yəni bu yaraları sağaltmaq mümkündür. Bəli, mümkündür, amma zaman və səbr tələb edir. Peşəkar yardımdan əlavə, sizi başa düşən, mühakimə etməyən dostlardan, etibarlı partnyordan ibarət bir sosial şəbəkə də çox önəmlidir. Həmçinin oxşar təcrübələri yaşamış insanların olduğu dəstək qrupları da inanılmaz dərəcədə faydalı ola bilər. Orada insan tək olmadığını hiss edir. Və təbii ki, özümüzə qayğı göstərmək. Mütləq. Özünə qayğı dedikdə təkcə fiziki sağlamlıq deyil, yaxşı yuxu, qidalanma, hərəkət, həm də psixoloji sağlamlıq nəzərdə tutulur. Meditasiya, yoga, təbiətdə vaxt keçirmək, sevdiyiniz hobbilərlə məşğul olmaq, özünüzə kiçik də olsa yaxşılıqlar etmək, bütün bunlar emosional dözümlülüyü artırır və sağalma prosesinə kömək edir. Çox əhatəli bir müzakirə oldu. Bugün narsist ana ilə münasibətlərin mürəkkəb tərəflərini və sizin təqdim etdiyiniz mənbələr əsasında bununla başa çıxmağın mümkün yollarını araşdırdıq. Gəldiyimiz əsas nəticə odur ki, bəlkə də ananızı və ya keçmişi dəyişdirə bilməzsiniz, Amma öz reaksiyalarınızı, öz həyatınızı idarə edə bilərsiniz, özünüzü qoruya bilərsiniz və ən əsası sağala bilərsiniz. Bu asan bir yol deyil, amma hər atılan addım sizi daha sağlam, daha azad bir gələcəyə yaxınlaşdırır. Bəli, özünüzə qarşı şəfqətli olmaq çox vacibdir bu yolda. Yeri gəlmişkən, əgər bu söhbətlərimiz, bu dərin araşdırmalar sizin üçün dəyərlidirsə, kanalımıza abunə olmağı unutmayın, çünki biz belə mövzuları mütəmadi olaraq araşdırmağa çalışırıq. Bildirişləri də açsanız, yeni müzakirələrdən dərhal xəbərdar olarsınız. Həqiqətən, sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Bu cür məzmunu hazırlamağa davam etmək üçün motivasiya verir. Hətta, əgər imkanınız və istəyiniz varsa, aşağıdakı təsvir bölməsindəki linkdən bizə, belə deyək, virtual bir qəhvə alaraq da bu işimizə kiçik bir töhfə verə bilərsiniz. Bəli, hər bir dəstək bizim üçün dəyərlidir. Amma yekun olaraq qaydaq mövzumuza. Ən vacib mesaj budur ki, sizin sağlam, xoşbəxt və öz potensialınızı tam reallaşdırdığınız bir həyat yaşamağa haqqınız var. Mənbələrin də vurğuladığı kimi uşaqlıq təcrübələriniz sizi müəyyən etməməlidir. Elədir, sağalma mümkündür, mütləq mümkündür və bəlkə də dinləyicilərimizə bir sual ünvanlayaq sonda. Bu müzakirədən sonra özünüz üçün düşünün, ananızın təsir dairəsindən kənarda, sizin üçün öz həqiqətinizi yaşamaq nə deməkdir? Və bu yolda ata biləcəyiniz ilk kiçik addım nə ola bilər? Sizcə, nədən başlamaq lazımdır? Maraqlı sualdır. Fikirlərinizi, təcrübələrinizi şərhlərdə bizimlə bölüşə bilərsiniz. Gəlin bu vacib mövzu ətrafında dialoqumuzu davam etdirək. Bəli, şərhlərinizi gözləyirik. Hələlik. Sağ olun.